Salam əziz uşaqlar, mən bugün sizin üçün sınaq 4-ün izahını çəkirəm. Deməli, birinci sualda bizə nə deyir? Deyir 5,4-də 3, yəni 5,4-də 3, elə 4-də 23 deməkdir. Yəni 4-də 23-ün 2,3 isə 10-da 23 deməkdir. Deməli, 4-də 23-ün 10-da 23-ə nisbətini faizli ifadə edin. Yəni, faizli ifadə edildirsə vururam 100-ə. Yəni, 4-də 23 kəsiri kəsirə böləndə nə edirdik? Birinci kəsiri olduğu kimi saxlayıb, digərini tərsinə çevirib vururduq. Burada 23-lər getdi, 4-lə 100 getdi 25-ə. 25-i də 10-a vursaq eləyəcək 250 faiz. Deməli, doğru variantımız olacaq D. İkinci sualda bizə deyir ki, deyir ki, deməli, M-in parçası, elə bu üzərində qeyd edəcəm. Deməli, deyir ki, M-in parçası NK parçasından 3 dəfə. Deməli, mən bura X yazsam, M-in parçasını isə 3X yazacam. KB parçası isə NK-dan 4 dəfə böyükdür. Yəni, burada yazacam 4X. Və mənə MB parçasının uzunluğunu verib, 48 verib. Deməli, nə edəcəm? 4X üstə gəl, X üstə gəl, 3X bərabərdir 48. Buradan da alaram ki, 8X bərabərdir 48, X da bərabərdir 6. Mənə KB-ni soruşur. KB də 4X-dir, yəni 4-ü 6-ya vursam eləyəcək 24, yəni A variantı. Keçək üçüncü suala. Üçüncü sualda deyir ki, verilmiş çoxluqlardan hansı digəri ilə eyni güclü deyil? Bu nə deməkdir? Yəni, eyni güclü odur ki, yəni elementlərin sayı eyni olsun. Yəni, burada bunlar eyni güclüdür, bunlar hər biri. Təkcə C variantı bunlardan eyni güclü deyil. Çünki C-nin elementlərin sayı 3 dənədir. Və bizə deyir ki, rənglənmiş hissə necə ifadə olunur? Rənglənmiş hissəni biz buradan görürük ki, A ilə B-ni birləşdiriblər və oradan onların kəsişməsini çıxıblar. Bu hissəni kəsib götürüblər. Deməli, doğru variantımız hardadır? A ilə B-ni birləşdiriblər, oradan isə kəsişməni çıxıblar, olacaq Y variantı. İndi bizə deyir ki, C-nin natural bölünənlərin sayı 12 olarsa, yəni bu nə deməkdir? Deməli, C üstü 11 imiş ki, natural bölən sayı da 11-in üzərinə 1 eləyib 12. Əgər C üzərində 11, natural bölən sayı 12-dirsə, bəs C-nin üzərində 4 olanda natural bölən sayı neçə olar? Yəni, C üzərində 4, vuracam 11-ə, eləyəcək 44. Natural bölən sayı da o deməkdir ki, üstünü bir vahid artırıram. Yəni, 45. Doğru cavabım olacaq E variantı. 6-cı sualda bizə deyir ki, 30% 42 olan ədədin 5-də x-ini tapın. Deməli, nə deməkdir? 30% ədədin faizə görə də tapanı nə edirdik? 42-ni vururduq 100-ə, bölürdük 30-a. Sıfırlar getdi. 42 ilə də 3 xısar getsə qalacaq burada. Deməli, 14. 14-də 10-a vursam eləyəcək 140. Deməli, ədədimiz 140 imiş. 140-ın da 5-də x-ini tapacam. 140-ı da 5-ə bölsəm, ixtisar gedəcək. Deməli, 28 eləyəcək. 28-i də 2-yə vursam eləyəcək 56. Deməli, doğru variantım olacaq A. Keçək 7-ci suala. 7-ci sualda deyir ki, hansı xətlər paraleldir? Yəni, paralel o deməkdir ki, deməli, çarpaz bucaqlarımız, yəni, qarşılıqlı bucaq baxaq görə harada var burada? Yəni, əgər bura 110-dursa, bura olacaq 60, daha doğrusu 120. Bu bucağım olacaq 60. Yəni, burada mən paralellik görmürəm. Digər tərəfdən 65, bu tərəfdə 65. Və görürəm ki, mən buraları silsəm, görürəm ki, əgər mən bu M xəttini aparıb elə bununla üst-üstə yazsam, yəni üst-üstə qoysam, 65, 65 alaram. Yəni, burada nə alırdıq biz? Qarşılıqlı bucaqların bərabər olduğunu gördük. Yəni ki, mənim paralel düz xətlərim olacaq A ilə M. A ilə M də var B variantında. Keçək 8-ci suala. 8-ci sualda bizə deyir ki, deməli, nə demək istəyir? Yəni, -3, 4, -3, 4. N isə, bu M-dir. N isə -1 ilə 2 aralığıdır. Və deyir, bunları kəsişdir. Mən də bilirəm ki, kəsişmədə nə götürürdük? Ortaq olanları götürürdük. Yəni, -1 və 2-ni götürürdük. İndi bizə deyir ki, bundan K-nı çıx.
Yəni mən -1 ilə 2 aralıqla k-nı çıxsam, qalacaq -1 ilə deməli 0. Ədəd oxunu da göstərə bilərik bunu. Belə də buradan aydın görünür. Deməli -1 ilə 0 harda var? B variantında. Keçək 9-a. 9-cu sualda mən bu sualları paralel çəkməklə həll edirəm. Yəni bura 106-dırsa, biz bilirik axı bu iki bucağın cəmi 180 olmalıdır. Deməli mənim növbəti bucağım olacaq 74. Digər tərəfdən də bu bucaq 95-dirsə, digər bucağı tamamlamaq, yəni 180-i tamamlamaq üçün üzərinə 85 gəlməliyəm. Və buradan da bir dənə açıq bucaq görürəm. Yəni 85 ilə 74-ü toplayıb 180-dan çıxsam, A bucağını almış olaram. 85 ilə 74-ün cəmi eləyəcək, deməli 9, 159 və çıxıram, qalacaq 21. Doğru cavabım olacaq 21, yəni A variantı. Deməli, burada nə deyir bizə? 20-nin 2 üstü 20 ədədinin 4də 1 hissəsini tapın. Bunu yazıram buradan. Deməli, 2 üstü 20, 4də 1 nə deməkdir? 2 üstü -2 deməkdir. Mən də bilirəm ki, əsaslarım eyni olduqda, əgər vurma varsa, qüvvətlər çıxılır. Yəni 2 üstü 20-dən də 2 çıxacam, qalacaq 18. Doğru cavabım olacaq D variantı. Deməli 11-ci sualda bizə deyir ki, A tək ədəd olarsa, aşağıdakilərdən hansı cütdür? Sadəcə burada A-nın yerinə qiymət yazacağam. Məsələn, A-ya 1 deyirəm. 1-in kvadratı 1 üstə gəlsin 2, 3 eləyər. Yəni təkdir. 1-in üzərinə 2 gəlsəm 3 təkdir. 1-in kubu 1 eləyər. Üzərinə 6 gəlsəm 7 təkdir. 1-dən 2 çıxsam, eləyəcək -1 təkdir. 1-in üzərinə 1 gəlsəm, eləyəcək 2. Deməli, doğru variantım olacaq C. Qarşılıqlı tərs ədədlər cütünü göstərin. Qarşılıqlı tərs ədədlər o deməkdir ki, hasili 1-ə bərabər olsun. Deməli, bunun hasili 1-ə bərabər deyil, bunun hasili 3-ə bərabərdir, bunun hasili -1-ə bərabərdir. -2-də 1-lə 2-nin hasili -1-ə bərabərdir, amma kök altında 5 çıxılsın 2, kök altında 5 üstə gəlsin 2. Bir-birinin qoşmasıdır və burada alınır 5, çıxılsın 4. Yəni, cavab olacaq 1. Deməli, doğru variantımız E-dir. Deməli, burada nə edirəm? Burada mən sadəcə olaraq nə edim? Bir-bir yoxladım və mənim doğru cavabım olacaq 999-dan çıxacam 2-ni. Bir dəfə də 999-un üzərinə 2 gələcəm. Deməli, bu eləyəcək 997, bu da eləyəcək 1001. Deməli, hasilin biri, vuruqlardan biri digər vuruğa bölünürsə, deməli, cavab da həmin vuruğa bölünür. Doğru variantım olacaq D variantı. Burada nə edirəm? Burada sadəcə biz M hərfi, hani sən ilk anlayışlardan görmüşdük. Yəni, sağdakilərin cəmi soldakilərin cəminə bərabərdir. Yəni, burada X nəyə bərabərdir? 70 ilə 50-nin cəminə. 70 plus 50, o da eləyəcək 120. Doğru variantım olacaq A bəndi. Deməli, burada nə deyir bizə? Burada deyir ki, müqayisə edin. Yəni, 1 tam, biz bilirik ki, deməli, dövrü onluq kəsri ədədə çevirmək üçün dövrdəki sayı qədər 9, buradakı ədədin sayı qədər 0 və 83-dən çıxacam 8-i eləyəcək 75. Mən bunun hər tərəfini 15-ə ixtisar eləsəm, 1 tam 6-da, deməli, nə eləyir? 15-ə ixtisar eləyəndə 6-da 5. Və digər kəsiri də 2-yə ixtisar eləsəm, olacaq 6-da 11. Və mən burada görürəm ki, bu kəsir də 6-da 11-dir. Digəri də 6-da 11-dir. Deməli, bir-birinə bərabərdir. Doğru variantım olacaq A bəndi. Keçəcəm, deməli, 16-cı suala baxaq. 16-cı sualda mən görürəm ki, bu da alifadır, bu da alifadır. Yəni, bunlar uyğun bucaqlardır. Deməli, uyğun bucaqlar bərabərdirsə, onların cəmi 124-dürsə, 124-ü böləcəm 2-yə, eləyəcək 62. Doğru cavabım 62. Deməli, deyir ki, alt çoxluğunun tək elementlərdən ibarət neçə alt çoxluğu var? Tək elementlərdən. Aha, buradakı tək ədədləri seçirəm. 1, 3, 5, 7. Deməli, neçə dənə elementi var? 4 dənə. Yəni, 2 üstü 4 bərabərdir 16. Amma mən buradan boş çoxluğu çıxacam.
Yəni 16-dan 1 çıxacam, eləyəcək 15. Doğru cavabım 15. Və burada deyir ki, AB-nin alt çoxluğudur və NB-nin NA-ya nisbəti 3-ün 1-ə nisbətidir. NA-ya x desəm, NB olacaq 3x. Və bu kəsirlər, deməli bu çoxluqların birləşməsi 18-ə bərabərdir. Yəni ki, mənim 3x-ım 18 olarsa, x bərabərdir 6 olar. Əgər x-im 6-dırsa, mənə deyir ki, A çoxluğunun alt çoxluqlarının sayını tapın. Biz də bilirik ki, alt çoxluqların sayının düsturu necə idi? 2 üstü n. Və mən də A çoxluğunun elementlərin sayını 6 tapdım. Yəni 2 üstü 6. 2 üstü 6 deyiləcək 64. Doğru cavabım 64. Aha, 19-cu sualda deyir ki, 20% 30 olan ədədlə. Yəni bu nə deməkdir? 30-u vuracam 100-ə, böləcəm 20-yə. İxtisarıma aparsam 5, 150. Və 120-nin 40% deyir. 120-nin də 40%-ni tapacam. Eləyəcək 48. Və 48 ilə də 150-ni toplasam, yəni 150 üzərinə gələk 48 bərabərdir 198. Doğru cavabım olacaq 198. Keçək 20-ci suala. 20-ci sualda bizə deyir ki, uyğun tərəfləri perpendikulyar olan bucaqlar 8-in 7-yə nisbətində bölünüb. Bu bucaqların fərqini tapın. Uyğun tərəfləri perpendikulyar olan bucaqlar ya bir-birinə bərabərdir, ya da ki, onların cəmi 180 dərəcəyə bərabərdir. Mən də buradan görürəm ki, bunlar fərqli bucaqlardır. Yəni cəmi 180 dərəcəyə götürəcəm. 8x və ya 8k üzərinə gələk 7k bərabərdir 180. Buradan alıram ki, 15k 180-dırsa, k da bərabərdir 180-ı böləcəm 15-ə. O da eləyir, deməli bir dəfə 12. Deməli k ədədim olacaq 12. Mənə də deyir ki, bu bucaqların fərqini tapın. Yəni 8k-dan çıxacam 7k-nı eləyəcək k. K-nı da 12 tapdığıma görə elə fərqi olacaq 12. Keçək 21-ci suala. 21-ci sualda bizə deyir, yəni ifadəni verib, deyir ki, bu ifadənin qiymətini tapın. Nə edək? Biraz sadələşdirək. 13,2-ni vuraq. 2,6 ilə 3,4-ü toplasaq, deməli 6. Çıxılsın 0,25 vurulsun. Mörtəzənin içində 20. Mən 1-i 20-də 20 kimi yazsam və 20-də 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 19 çıxsam qalacaq 20-də 1. Bərabərdir. 6-ya vuraq. Deməli 13,2-ni 6-ya vursaq 12, 18, 19. Deməli 79,2-dən də çıxacam. 0,25-i də 20-yə vursam eləyəcək 5. Bu da eləyir, deməli 74,2. Doğru cavabım 74,2 olacaq. Deməli 22-ci sualda deyir ki, bizə 2 ədədin cəmi, buradan yazım, x plus y bərabərdir 6000. Birinci ədəd 10% ilə, yəni x-in 10%. Nə deməkdir? 0,1x üzərinə gələk y-in 30%, 0,3. Deməli, y bərabərdir 1240 olacaq. Və mən burada nə edəcəm? Sadəcə aşağıdakı kəsiri hər tərəfə 10-a vursam, x üzərinə gələk 3y bərabərdir. Deməli, hər tərəfi tərəf-tərəfə çıxsam, bu x-lar gedəcək. 3y-dən y çıxsam qalacaq 2y bərabərdir. Deməli 0, 0, 6 çıxsam 4. Deməli 6400. Y də bərabərdir 3200. Əgər y-im 3200-dürsə, yəni birinci ədədim 3200-dürsə, 6000-dən də 3200 çıxsam qalacaq, deməli 2800 ədədlərimi tapdım. Burada deyir ki, əbob 2 üstü x, 6 üstü x bərabərdir 32. Nə edəcəm? 2 üstü x-i ortaq vuruq kimi çıxarsam, qalacaq əbob 1 və 6-nı yazsam 2 üstü x vurulsun 3 üstü x kimi yazmalıyam. Buradan 2 üstü x-i çıxarsam qalacaq 3 üstü x bərabərdir 32.
1-lə istənilən bir ədəd qarşılıqlı sadə olduğuna görə əbab olacaq 1. Yəni nə aldım buradan? 2 üstü x bərabərdir. 32-ni də 2 üstü 5 kimi yazsam, mən buradan görürəm ki, x-ın bərabərdir 5 olacaq. Digər sualda bizə deyir ki, soyuducunun qiyməti 30% bahalaşdı. Mən soyuducuya qiymət verirəm. Tutalım ki, 100 manat idi. Oldu neçə? 130 manat bahalaşdı. Mənə deyir ki, yeni qiymət neçə faiz endirmək lazımdır ki, əvvəlki qiymət alınsın. Bunu mən danda məsələsindən eləyəcəm. Yəni 130-dan çıxacam 100 manatı. 130 manata böləcəm və vuracam 100-ə. Bərabərdir. Deməli 30 bölünsün 130 vurulsun 100. Bunlar getdi. 300-ü də böləcəm 13-ə. O da bərabərdir. Deməli 30-da 20, 23-dan 13-də 1. Doğru cavabım 23-dən 13-də 1% yazıram buradan. 13-də 1%. Aha. 25-ci və sonuncu sualını çəkək. Deməli deyir ki, 2 bölünsün 3-də 1, yəni 2 vurulsun 3. Üzərinə gələk. 2 vurulsun 3-də 1-in kvadratı eləyəcək 9. Yəni kəsiri böləndə digərini tərsini çevirib vururam. Üzərinə gələk 2 vurulsun 3-ün kubu eləyəcək 27. Üzərinə gələk 2 vurulsun 3-ün üstü 4 eləyəcək 81. Bərabərdir. Ortaq vurul 2-ni çıxarsam olacaq 3 vurulsun. Daha doğrusu 3 üzərinə gəl 9, üzərinə gəl 27, üzərinə gəl 81. O da bərabərdir. 2 vurulsun 30, 90. Deməli elədi 120. 120-ni də 2-yə vursam eləyəcək 240. Doğru cavabım 240. Belə, bugünlük bu qədər. İnşallah yeni sınaqların izahında görüşərik.